Salam dostlar, günləriniz xoş geçsin. Deməli dostlar, əgər bir çox fəlsəfi təlimlərin, fəlsəfi ruhani təlimlərin söylədiyi kimi ümumi canlıların dərinlərdəki ruhilik veya canlıların mövcudluqlarının dərinliyindəki, yəni dəruni ruh ümumi bir mənbəyə, qaynağa malikdirsə, yəni biz eyni ruhun daşıyıcılarıdırsa, deməli və bu yanaşma doğrudursa, onda belə çıxır ki, biz ürəkdən gələn hər hansı bir kiçik də olsa yaxşılıqda bulunanda yaxşılıq etdiyimiz bir canlı hər hansı bir şəkildə saadət hiss edirsə, xoşbəxtlik hiss edirsə, bu o deməkdir ki, biz də xoşbəxt və saadətli oluruq. Çünki o ruh hamımızda eynidir. Yəni biz başqa birini ürəkdən gələrək xoşbəxt hiss etdiriksə, özümüz də mükafatımızı öz-özlüyündən alırıq. Yəni mənəvi mükafatı alırıq və özümüz də saadətli və xoşbəxt oluruq. Əgər bu qeyd elədiyim fəlsəfi baxış həqiqidirsə, bu belədir. Hələlik dostlar, əslən.